Həftəlik bürclər 29 sentyabrdan 6 oktyabra doğru torpaq ünsürləri, oğlaq, boğa, qız bürcləri nələr gözləyir? Birinci oğlaqlardan başlayaq. Bu həftə oğlaqlar özünüzü dərk eləməlisiniz, özünüzü anlamalısınız. Artıq nə istədiyinizi, hansı tərəfə doğru gedəcəyinizi, pul olaraq, iş olaraq, maddiyyat olaraq özünüzü hansı tərəfdə aktivləşdirəcəyinizi kart olaraq cavab verməz, kart olaraq özünüzü gücləndirməz. Bu həftə dəyərləndirsə, əslində qalsa maddisal sfera baxımından daha uğurlu bir məqamdasınız. Yəni maddi cəhətdən aktivləşmə, maddisal olaraq özünüzü dərk etmə, pulun maddiyata mübadiləsi, alqı-satqı, iş yerindən bağlı dəyişiklik, özünüzü kəşf etməklə bağlı mükəmməl bir zamandır. Bu zamandan istifadə etməlisiniz. Amma və lakin nə edirsiniz? Şəxsiyyətlə, ailə ilə əlaqədar bu həftə böyük bir qərara vermə zamanı deyil. Çünki bəzi oğlaqlar ola bilər boşanma, bəzi oğlaqlar yandakı qadından uzaqlaşma, yandakı qadına qarşı soyuqluq. Beynində, daxilində məhkəmə quracaq. Sanki hər şey necə stabil və hər şey necə ədalətli aparma. Amma bu həftə ədalətli ola bilməyəcəksiniz. Bu həftə hərəkət və addımları zaman çərçivəsinə doğru belə deyim də sürətlənmiş və oynaq bir vəziyyətində olacaq. Həftə pis həftə deyil oğlaqlar. Sadəcə həftə olaraq kart məntiq olaraq qılıncların aktivləşməsini göstərirsə, demək siz bu həftə daha çox düşüncələrinizi, fikirlərinizi oturmalısınız, düşünməlisiniz, plan qoymalısınız, hər şeyi aktivləşdirməlisiniz. Həftənin sonlarına doğru öz ailəvinizlə, özünüzlə bağlı verəcəyiniz qərar sizin zaman çərçivəsinə doğru elə bir 2 ay ərzində həmin qərarın təsirində, həmin belə deyim də qərarın yarımçıqda olmağınızı davam elətdirəcək. Pis həftə deyil, sağlamlıqla əlaqədar olaraq xoşuma gəlməyən hissə, çiyin hissələrinizdə, körpücük sümük hissələrinizdə, bu qabırğaya doğru gedən hissələrdə, sümüklərdə bəzi problemlər var. Bunları aktivləşdirməz. Bilmirəm, sınmalar ola bilər, artıq yük götürmə ola bilər və yaxud da soyuqlanmış, belə deyim də, problemləriniz ola bilər. Bunlara fikir verməlisiniz. Xoşuma gəlməyən çənə sisteminizdə, diş sisteminizdə bəzi narahatçılıqlar var, bəzi problemlər yarımçıq formada qalıb. Bunları düzəltməlisiniz. Oğlaqlar. Gələk buğalara. Buğalar bu həftə dövlətlə, rəsmiyyətlə əlaqədar bəzi problemləriniz ola bilər. Gizlənmiş problemləriniz ola bilər, sənəd ola bilər, polis ola bilər, məhkəmə ola bilər, fərqi yoxdur. Bu həftə oğlaqlar daha çox belə deyim də dövlətlə, sənədlə, pulla və qarışıq problemləriniz çox olacaq. Bu həftə tam istədiyiniz kimi deyil. Bu həftə heç nə yaşayacağınızı bilməyəcəksiniz. Necə addım atacağınızı bilməyəcəksiniz və hər şey deyəcəksiniz. Bu həftə özümü çox yormuram, zamanın boşluğunda saxlayıram, özünü aktivləşdirmək tam olaraq, düşüncə olaraq bacara biləcəyi bir qüvvədə deyilsiniz. Bu həftə transformasiya həftəsidir. Yəni belə deyim də özünüzü sıfırlayıb təzədən aktivləşdirib özünüzü güncəlləyə bilərsiniz. Yeni zaman çərçivəsinə doğru. Ümumi həftəni dəyərləndirsə neqativ həftə deyil və bu həftə həyatınızda elə bir insan olacaq ki, o insanı çox güclü dəyərləndirəcəksiniz. Dost kimi, sevgili kimi, iş yoldaşı kimi, kimdirsə, o insan o qədər sizə yaxın bir vəziyyətdə olacaq ki, sanki onu kəşf eləyəcəksiniz. Sanki onunla əlaqədar içinizdə nə yarımçılıqlar varsa, onların hamısını düzəltməyə başlayacaqsınız. Ümumən 68%-ə qədər həftənizi buğalar uğurlu edə bilərsiniz. Sağlamlıq sistemində ən çox narahat edici bir məqamlardır. İnfeksiyon sisteminiz aktiv vəziyyətdədir. İnfeksiyalar burun, boğaz ola bilər, mədə bağırsaq ola bilər, nəfəs yolu ola bilər, fərqi yoxdur. İnfeksiya edici bir allergik fon da aktiv bir vəziyyətdədir. Bunlara fikir verməlisiniz. Bu həftə ətrafınızda olan bir insanla bağlı xəbər sizi ciddi bir şəkildə incidəcək. Sanki gözləmədiyiniz bir udara düşə bilərsiniz. Və həftənin ən uğursuz ən uğurlu olmalısınız əslində. Bu ayda uğurlu olmalısınız. Amma həftəni bu həftə uğurlu bir şəkildə apara bilməyəcək insanlardan biri qızlarsınız. Çünki bu həftə şəxsiyyətinizdə ciddi bir boşluqlar, problemlər, yalanlar, yarımçılıqlar, ipdən asılı vəziyyət və udarlarınız olacaq. Bu həftə həyatınızda çox istədiyiniz bir insanın sağlamlığıyla bağlı elə bir xəbər ala bilərsiniz ki, bu sizi parçalaya bilər. Çünki bu həftə qırağın müdaxiləsi sizin dəngəsizliyinizi pozacaq. Yəni özümdə problem yoxdur, amma ətrafımda problem məni narahat edir, məni sıxıntıya salacaq kimi düşünəcəksiniz. Ümumi dəyərləndirsək, bu həftə sevgi şəxsiyyətlə bağlı istədikləriniz heç bir şey olmayacaq. Və o qədər emosional sevgi şəxsiyyətə bağlı insanlarsınız ki, torpaq ünsürlərsiniz də, kökə bağlı insanlarsınız, təbiətlə əlaqədar olan insanlarsınız və istədiyiniz hər şey boşluqda olaraq sizin dəngənizi, beyninizi, qəlbinizi, sağlamlığınızı, ətrafınızı, hər şey qeyri-stabil formada saxlayacaq. Əslində maddisal olaraq şanslar çox gözəldir. Təklifləri hiss edə bilərsiniz, yeni bir qapı açıla bilər sizə doğru. Sadəcə elə bir vəziyyətdə dayanmısınız ki, belə deyim, ayağınızın altında olan sizə aid olmayan quyulara belə siz düşəcəksiniz. Ətrafa bilirəm, can yandırmaq lazımdır, amma abartı can yandırmaq qız bürclər bu həftə sizdə o dəhşətli dərəcədə çoxdur. Özünüzə qulaq asmayacaqsınız və düşüncə fikirlərinizi də başqa insanlarla əlaqədar aktiv saxlayacaqsınız. Ümumi dəyərləndirsək, əslində qalsa biraz saç tökülmələrinə fikir verin. Bir də dəri ilə əlaqədar bəzi nüanslarda xoşa gəlməz sinə və dəri ilə əlaqədar problemləriniz ola bilər. Bunlara fikir versək, həftəni 66%-dən 71% aralığında bitirə bilərsiniz qız bürcləri.